Hər kəsi salamlayıram. Kəskin miokard infarktı hansı şikayətlərlə müraciət edir? Bu xəstələr ən çox döş sümüyü arxasında yanma, göynəmə, basma tipli kardiyak ağrılarla müşahidə olunur. Bu ağrılar bəzən sol qola, çənəyə yaylar şəklində özünü göstərir. Bu xəstələrdə bəzən soyuq tər basma, ölüm qorxusu hissi yaranır. Bəzən bu şikayətlər atipik formada da özünü göstərir. Məsələn də mədə ağrısında olur, ürək bulanma, qusma kimi şikayətlər olur və bu cür xəstələr bəzən səhvən zəhərlənmə diaqnozu ilə gastroenteroloq terapevtə üst tuturlar. Amma bu cür şikayətlər olan xəstələr mütləq təcili yardım çalmaları lazım, bir kardioqramma çəkilir və orada bəlli olur, əgər xəstə dəqiq infarkt keçirirsə, kəskin estelavasiyonlu miokard infarktdırsa, mütləq angioluna bir mərkəzə, yaxın bir mərkəzə transfer olunub, angioplastika icra edilməsi lazım. Bəzən də bu xəstələrdə EKG-də ciddi bir dəyişiklik olmur, EKG-si normal olur, amma bu kəskin miokard infarktı xəstəliyini inkar etmir. Mütləq bəzi laborator qan analizləri götürülməsi lazım və kəskin miokard infarktı tam şəkildə inkar edilməlidir. Sağlamlığınızı qoruyun, qiymətini bilin.